Salam aleykum. Deməli HNO3 21%dir. Biz bunu götürürük m qram 21%. Onda bunun 0,21 m qramı HNO3'dür. Yerdə qalan 0,79 m qramı da sudur. Sonra natrium hidroksid də biz onu n qram götürək. N qram 20%. Onda bunun da 0,2 n qramı deməli natrium hidroksiddir. Yerdə qalan 0,8 n qramı da sudur. Və bu su bizə sonra lazım olacaq, çünki o sərf olunmur. İndi natrium hidroksid yazıram, bir də HNO3 yazıram. Bunlar tam axıra qədər sərf olunur. 0,2 n yazıram natrium oxşun üzərinə. 0,21 deməli m yazıram nitrat turşusuna. Bura yazıram 40, bura yazıram 63. Buradan deməli tapıram ki 8,4 m, yəni tənasib qururam da və sonra 63-ü vururam 0,2-yə 12,6 n. Sonra m də bərabərdir 1,5 n. Mən tapdım ki m bərabərdir 1,5 n. İndi harada m varsa onun yerinə 1,5 n yazacağım. Baxın, burada 0,21 m idi. M-in yerinə 1,5 n yazanda 0,21-i deməli biz 1,5-ə vuranda bu eləyir 0,315 deməli n. Mən dedim axı burada m nəyə bərabərdir? 1,5 n-ə. Onda su nə qədərdir? 0,79-u da vururam 1,5-ə. Bu da eləyir 1,185 n. Digərlərində də n olduğuna görə əl vurmuram. İndi HNO3 dəgə natrium hidroksid, natrium NO3 və təzə su alınır. Bu deməli nitrat turşusu 0,315 n-dir. Yazıram 63. Bu 0,2 n-dir, yazıram 42-yə görə. Bunu da buna böləndə deməli 0,315-i bölürəm 63-ə. Bunu buna böləndə də 0,5 n eləyir. Bunu da böləndə 0,5 n edir. Hansını istəyirsənsə natrium nitratı tapırsan və tapıram ki natrium nitrat neçə olacaqdır? 0,425 n qram. Bunu tapdıq. Sonra təzə əmələ gələn suyu tapıram. Yenə də deməli hansını sizdən tapa bilərsən? 0,5 n-i vurursan 18-ə, 0,5 vurursun 18. Su da eləyir təzə su ha 0,9 n. Əvvəlki sular da deməli olduğu kimi gəlir bura 0,185 n. Bu da 0,8 n. Ümumən məhlul nə qədər olur? 0,425 üstə gəl 0,9 üstə gələk 1,185 üstə gəl 0,8 2,5 n eləyir və natrium nitrat 0,425 n-i bölürəm 2,5 n-ə vururam 100-ə. 0,425 bölünsün. Deməli 2,5 bu 17% edəcək.